Bura Xankəndidə sadəcə bir təhsil ocağı deyil. Bura Qarabağda Azərbaycan elminin, müəllim sözünün və tələbə arzusunun ünvanıdır. Vaxtilə burada yetişən müəllimlər Qarabağın kəndlərinə, şəhərlərinə bilik aparırdı. Bugün həmin ənənə yeni adla, yeni nəfəslə davam edir. Belə-belə işlər Qarabağ Universitetində. Uşaqlıqdan bəri bizdə Qarabağ sevgisi xüsusilə var idi. Bizə hər zaman danışılırdı ki, siz Qarabağlısınız, həmişə Qarabağ töhfə verməlisiniz. Sərəncam veriləndə ki, universitet açılıb orada dizayn fakültəsi var. Özüm bir içimdən dedim ki, mən orada işləmək istəyərəm. Anam etiraz elədi. Amma mən dedim ki, yox, mən Qarabağ Universitetini istəyirəm, ilk tələbə olmaq istəyirəm. Doktorantura təhsilimi bitirdikdən sonra Almaniyada bəzi rəsmi, bəzi qeyri-rəsmi təkliflər var idi. Amma mən özümdə çox iddialı idim və baxan kimi binaya mən dedim ki, o vaxt mən burada işləyəcəm. Tələbələr ilk gün soruşanda ki, müəllimə necə oldu, siz İtaliyada, yəni işinizi, gücünüzü qoyub, həyatınızı qoyub bura gəldiniz. Mən onlara dedim ki, gənclər, biz bura müəllimlər gəlmişik ki, sizə töhfə verək. Biz tələbələrimizin sadəcə təhsil həyatı ilə maraqlanmırıq. Təhsildən sonraki həyatları ilə də onların mentorluq xidmətləri göstərilir. Çox adi dolana, dünyaya, cahana, insana, gələcəyə inanan, tələbə, tələbə, tələbə. Bu təhsil ocağı tarix boyu Xankəndinin kimliyinin sübutu olub. Məhz bu səbəbdən erməni separatçıları ilk zərbəni buradan vurmaq istəyirdilər. Müəllim və tələbə heyətini sıxışdırıb buradan çıxarmaqla. Çünki bu təhsil ocağı Bakının Xankəndidəki imzası idi və onlar ən çox bu imzanı silmək istəyirlər. Bina Sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Ən önəmlisi gənclər, tələbələr, yəni ölkəmizin hər bir bölgəsindən və böyük həvəslə buraya gəlmişlər. Cənab Prezidentin Qarabağ Universitetinin açılmağı ilə əlaqəli verdiyi sərəncam, onu eşitdiyimiz zaman ki, xəbərlərin paylaşılması, bunu ilk görəndə, bilmirəm, bəzən insanın içərisinə belə bir his gəlir. Mənə belə bir his gəldi ki, müsahibəyə
girə biləcəmmi, müsahibədən keçə biləcəmmi, bunlar hələ qaranlıqdır. Amma mən özümdə çox iddialı idim və baxan kimi binaya mən dedim ki, o vaxt mən burada işləyəcəm. Bunu öz adıma mənəvi bir borc kimi görürdüm. Əslində uşaqlığımda belə bir arzum olmuyor, müəllim olmaq. Beynəlxalq proqramlarla xarici ölkələrə səfər edirdik. Orada mənə tədris edən müəllimlər, o müəllimlərin keyfiyyəti, müəllim-tələbə münasibətləri məndə bir arzunun formalaşmasına səbəb oldu. Əsər Təbrizin bir sözü var, deyir, harda olursansa ol, insan ürəyi bir vətənlə döyünür, bir vətən eşqi ilə döyünür. Və bu torpaqlar azad olunandan sonra bu torpaqda bir mədəniyyətin qurulması, universitetlərin qurulması, Qarabağda Qarabağ Universitetinin yaradılması içimdən bu hiss keçirdi ki, bu quruculuq işlərində iştirak edim. Müraciət edəndə bununla bağlı bir düşündüm. Tərəddüd yox idi. Bu əvvəlcədən bir insanın daxilində olan bir arzu, bir istəyin bir təklifi idi. Dekabr 2005-ci ildə Moskva şəhərinin anadanı olmuşam. Uşaqlıqdan bəri bizdə Qarabağ sevgisi xüsusilə var idi. Atamın babası Şirin Cəfərov o vaxt Qoru Müəllimlər Seminariyasında təhsil alıb, sonra Qarabağa gəlib orada tədrislə məşğul olub. Sonra müharibəyə yollanıb, müharibədə şəhid olmuşdu və onun bu tarixi hekayəsi bizə hər zaman danışılırdı ki, siz Qarabağlısınız, həmişə Qarabağ töhfə verməlisiniz. Atam hüquqşünas idi və mən uşaqlıqdan bəri onunla birlikdə məcəllələr oxuyurdum, kasuslar işləyirdim. Böyük fakültəsini seçmə səbəbim əslində atamla bağlıdır və ali məktəbə 2023-cü ildə daxil olmuşam. İlk ali təhsil müəssisəm Bakı Dövlət Universiteti olmuşdur. Qarabağa gəlmək səbəbində sabah qruplarına imtahan verməyimlə bağlıdır. Sabah qruplarına imtahan verdim və mən artıq gedib orada hüquq fakültəsində, hüquqşünaslıq ixtisasında təhsilimi davam etdirirəm. Həyat elə gətirdi ki, universiteti İtaliyada, Bocconi Universitetində həm bakalavr, həm magistr təhsilimi orada almışam. Mən hələ tələbə olarkən bizdə Deloitte kimi, General Electric kimi şirkətlərdə, Londonda, Barclays Capital'da yay təcrübəsi keçmişdim. Torpaqlar alınandan sonra mən İtaliyadan Şuşaya turlar olanda bir neçə günlük gəlmişdim. Sanki bilirsiniz, bir nağıldaydım. Qarabağ Universitetinin layihəsinin haqqında işləndə çox sevindim və ilk, bilirsiniz, eşidən kimi ilk ağlıma gələn ideya oldu ki, mən necə töhfə verə bilərəm? O biliyimi, savadımı və təcrübəmi tələbələrlə paylaşa bilərəm. Həmin zaman mən Roma şəhərində BMT-nin Dünya Qida Proqramı baş qərargahında çalışırdım. Bundan öncə Azərbaycanda universitetlərdə dərs deyirdim. Həm Qafqaz Universiteti, həm UNEC-də, ADA Universitetində də. Bu universitetdən təklif gələndə düşünmədən, inanırsınız, hardasa 3 gün ərzində bura qayıtdım. Tələbələr ilk gün soruşanda ki, müəllimə necə oldu, siz İtaliyada, yəni işinizi, gücünüzü qoyub, həyatınızı qoyub bura gəldiniz. Mən onlara dedim ki, gənclər, qulaq asın. Baxın, biz bura müəllimlər gəlmişik ki, sizə töhfə verin. Türkiyəyə, Ankaranın yerləşən Bilkent Universitetində kimya təhsili almışam. Magistratura dərəcəmi də həmin universitetdən aldıqdan sonra Almaniyanın Max Planck Tədqiqat İnstitutuna həm doktorantura təhsilim, həm də elmi tədqiqatlarımı davam etdirmək üçün getdim. Həm dərman sənayesi, həm xərçəng xəstəliyinin diaqnozu və müalicəsində istifadə olunan müəyyən biokimyəvi maddələrin hazırlanması ilə əlaqəli tədqiqatlar olub, həm müəyyən materialların hazırlanması və modifikasiyası ilə əlaqəli tədqiqatlarımız olub. Nəinki dünyanın fərqli ölkələrində, hətta dünyanın fərqli qitələrində öz karyeramı davam etmə şansım var idi. Həm bəzi rəsmi, bəzi qeyri-rəsmi təkliflər var idi. Düşünürəm, bunların heç biri məni Qarabağ Universitetində bu quruculuq işlərinin bir parçası olmaq, elmi infrastruktura dəstək vermək. Bu işin təbii ki, biraz emosional tərəfidir. May ayından etibarən də Qarabağ Universitetinin Təbiət Elmləri Fakültəsində proqram rəhbəri olaraq fəaliyyətə başlamışam. Sən onun eşq ilə, məhəbbət ilə vurmadın ömrünü başa ürəyim. Sən onun eşq ilə, məhəbbət ilə vurmadın ömrünü başa ürəyim. Məcburi köçkün kimi, keçmiş məcburi köçkün kimi hamımızın arzusudur ki, həmişə Qarabağda, Xankəndə, Şuşalasında görüşək, orada çəkiliş eləyək, konsert eləyək. Bu bizim arzumuzdur. Şuşalıların böyüklüyünə ki, o Allah təala bizə qismət elədi. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah dövlətimizi var eləsin. Cənab Prezidentin sayəsində, onların o yürütdüyü siyasət nəticəsində biz gəldik və burada Qarabağ Universiteti açıldı və mən də böyük məmnuniyyətlə
hələ sərəncam veriləndə ki, universitet açılıb orada İncəsənət fakültəsi var. Özüm bir içimdən dedim ki, mən orada işləmək istəyərəm. Və qismət oldu ki, 2024-cü ildə elə birinci tədris ilindən gəldim burada işləməyə. Çox da məmnunam, xoşbəxtəm. Təbii ki, adam istədiyi yerdə, istədiyi sənətlə məşğul olanda o başqa bir fəaliyyətdir. Özü də Qarabağda, Xankəndində. Deyirlər bülbülə çəmən yaxşıdır, insan çəmən əzalətən yaxşıdır. 2007-ci ildə Qaradağ rayonu Lükbatan qəsəbəsində anadan olmuşam. Atam hər dəfə yanımda mahnı ifa eləyəndə mən də ona qoşulub Sarı Gəl mahnısını ifa eləyirdim. Atam orada mənim istedadımı kəşf elədi. Mənim musiqi məktəbinə imtahan verməyə apardı. İmtahan verdim. Uğurlu nəticə ilə qəbul oldum musiqi məktəbinə. Düşüncəmizdə Milli Konservatoriya var idi. Kodlaşdıran vaxt müəlliməm dedi ki, Qarabağ Universiteti açılıb, gəl ora sənəd verək. Anam etiraz elədi. Amma mən dedim ki, yox, mən Qarabağ Universitetini istəyirəm, ilk tələbə olmaq istəyirəm. Qarabağ muğamın beşiyidir. Ona görə elə istədim burada təhsil alım. Bizim bura ilk gəlişimiz. Mən xatırlayıram, maşınımın üzərinə belə xalçamı yükləmişdim, içinə bütün əşyalarımızı yükləmişdik və kənarında oturmağa yer tapmışdıq. Və çox gec vaxtda bizim işlərimiz yekunlaşdı. Gecə saat artıq 3-ə, 4-ə biz Xankəndiyə daxil olduq. Yəni təxmini həmin ərəfədə idi. Ona görə o gecədən, o zülmətdən keçmək mənə sanki sübhə çıxacağıq, daha gözəl bir aydınlığa çıxacağıq ümidi verirdi. Əlbəttə ki, ailəli bir insan üçün daha da çətindir. 2 övladım var, bir qızım var. Hal-hazırda Xankəndi 4 nömrəli orta məktəbdə 6-cı sinifdə oxuyur. Biri isə özünə soruşanda 0-cı sinifdə oxuyuram deyir və gələn il inşallah 1-ci sinifə başlayacaqdır. Eyni məktəbdə, məktəbə qədər qrupda. Burada keçirdiyim hər gün, gözümü açdığım hər gün fəxr edirəm ki, mən Xankəndi şəhərindəyəm, Qarabağdayam. Qarabağda da imkanlar genişdir. Hardasa bir ay əvvələ qədər mən Amerikadaydım, Vaşinqtonda, New Yorkdaydım, ölkəmi təmsil edirdim. Bu Qarabağın mənə tanıdığı imkanlardan biridir. Eyni zamanda Bakıda olan bir sıra müsabiqələrə qatılıb qalib olaraq qayıtmışam. Sıfırdan yaradılmış bir universitetdə tələbələr sıfırdan bir cəmiyyətin əsasını qoyub onun inkişafına töhfə verə bilirlər və biz hüquq fakültəsinin tələbələri olaraq 2025-ci ilin iyul ayından artıq 2026-cı ilin aprel ayına qədər biz Cəsarət Milli Məhkəmə müsabiqəsinə hazırlaşırdıq. Və nəhayət də o müsabiqəni başa vurmaq üçün Vaşinqton şəhərinə yollandıq. Orada müxtəlif ölkələrdən olan tələbələr, hakimlər və universitetlərin müxtəlif nümayəndələrinə münasibət qurduq və çox böyük uğurdur ki, universitetimizi, Qarabağı ilk dəfə Amerika kimi bir ölkədə təmsil etdik. Məsələn, İncəsənət fakültəsi tez-tez konsertlər təşkil edir, yığışırıq, gedirik, dinləyirik. Çünki klassik musiqiyə marağımız var. Eyni zamanda tələbələr üçün müxtəlif təşkilatlar var. Yəni bu o deməkdir ki, Qarabağda, paytaxtdan kənarda yaşamaq, orada olan bir universitetdə təhsil almaq bizim sosial həyatımıza, peşəkar inkişafımıza mane olmur. Burada daha da doğma hiss edirəm özümü. Hətta buradan gedəndə bura üçün darıxıram. Yəni Bakı mənə maraqsız gəlir. Burada həm ailə kimi dostlarımızla, öz yaşıdlarımızla bir evdə qalırıq, bir dərslərimizi eləyirik, o daha bizə maraqlı olur. Bakıdakı dostlarım mənə zəng eləyəndə ki, bəs nə edirsiniz orada? Biz məsələn dərsdən çıxdıq, getdik mola. Biz isə deyirik ki, biz dərsdən çıxdıq, getdik Cıdır düzünə. Deyirik ki, biz getdik Kərkicahana, Nəqşicahana. Orada yəni təbiətin qoynunda biz otururuq. Siz deyirsiniz, gedin molda kofe için. Bura gələn tələbə yataqxanaya gəlmir. Əslində bizim qəlbimizin qonaqlarıdır. Bizim öz evimizin sakinləri qədər bizim üçün dəyərlidirlər. Biz burada sadəcə dərs keçmirik. Biz burada tələbələrlə çox sayda fərqli ingilis dilli proqramlar həyata keçiririk. Jurnallar çıxardırlar, veb-saytlar qururlar. Çox sayda ingilis dilində teatrlar, kiçik səhnəciklər, film çəkilişləri, özləri skript yazırlar və film çəkilişləri həyata keçirirlər. Gəl məni tutma sən, etmisən heç qayıtma sən. Qaytar ötən günləri sən, qaytar ömrünü. Ver mənim eşqimi, o sənə heç gərək deyil. Qarabağ Universitetində mentorluq proqramları var. Beynəlxalq sertifikatların verilməsi ki, onlara dəstəkdir. Gələcəkdə onlar iş həyatında artıq onlara daha çox rəqabət qabiliyyəti qazandırır, rəqabət gücü qazandırır. Biz tələbələrimizin sadəcə təhsil həyatı ilə maraqlanmırıq, onların eyni zamanda
təhsildən sonraki həyatları ilə də onların mentorluq xidmətləri göstərilir. Peşəkar müəllimlərimiz var, komandamız çox peşəkardır və tələbə-müəllim münasibətləri demək olar ki, tam fərqli bir formatda qurulubdur. İngiltərədə, Böyük Britaniyada dünyanın ən yaxşı universitetlərindən birində işləyən alim gəlib orada iqtisadiyyat fakültəsini qurur və tam fərqli bir müasir standartlarda qurulan bir tibb təhsili var. O təhsili idarə edən dekan Amerikadan və dünyanın ən yaxşı həkimlərindən biri və dünyanın ən nüfuzlu klinikalarında həm menecer, həm həkim kimi işləyən biridir. O gəlib burada Qarabağ Universitetində tibb təhsilini qurur, Qarabağ Universitet klinikasını qurur. Tədqiqat həm təhsilin eyni yerdə olduğu Qarabağ Universiteti, istər təbiət elmləri istiqamətində, istər tibb istiqamətində bu düşünürəm ki, kifayət qədər böyük bir addım olar və kifayət qədər də faydalı olacaq həm region üçün, həm də ölkə üçün. Bu şəhərdə artıq minlərlə gəncin arzuları addımlayır. Bu şəhərdə təkcə divarlar deyil, gələcək qurulur. Qarabağ Universiteti xalqın iradəsi, yaddaşı və sabaha olan ümididir. Və bu ümid bugün Qarabağda yenidən doğulur. Daha güclü, daha sarsılmaz və daha şərəfli. Hərdə məndən soruşurlar ki, yaxşı səs uşaqlar var. Qarabağ, Xankəndi elə bir yerdir ki, təbiəti. Yəni nə qədər yağış yaxşıdır, nəmişlik yox, hava quru deyil, oxumaqda yaxşı alınır. İnstrumentlər də yaxşı dinlənir. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında. Biz Xarabul festivalında artıq 2-ci ildir ki, festivalın bir konserti, bir günü məhz Qarabağ Universiteti İncinər Fakültəsi iştirakı ilə keçirilir. Və bu ildə ənənəvi olaraq festivalda biz bir gün çıxış elədik, konsert verdik. Çox möhtəşəm. Qürurverici hissdir Xarab Bülbül festivalında iştirak etmək və ustadlarımızla bir səhnəni bölüşmək bu bizim üçün bir başqa qürurdur. Səbinə Ərəbli, Ehtiram Hüseynov, onlarla bir səhnəni bölüşmək həqiqətən qürurverici hissdir. Çalışırıq ki, biz də özümüzdən sonra gələn nəsli bizim milli mənəvi dəyərlərimizi və xüsusən də Azərbaycan klassik muğamlarını gələcək nəslə ötürülməsində iştirak edib bu günləri Qarabağda. Və mən inanıram ki, bizim gənclərimiz o missiyanı ləyaqətlə və sevə-sevə yerinə yetirəcəklər. Bu gənclər bu regionun inkişafında gələcəkdə çox böyük töhfə verə bilərlər. Valideynlər narahat olmasın. Həqiqətən onların övladları güvənli əldədirlər. Buranı bitirib, burada müəllim olaraq qalmaq istəyirəm. Bakıya getmək fikrim yoxdur. Mənə elə gəlir ki, müəllim beyin memarıdır. Beyin memarı işini sevməlidir. Qarabağ Universitetindən məzun olan tələbə də həmin müəllimin tutduğu işıqdan bəhrələnib çox gözəl nəticə ortaya qoya biləcək, gələcəkdə ölkəsini sevə biləcək bir kadr burada yetişdirməliyik. Qarabağ Universiteti Azərbaycan Ali Təhsil Müəssisəsinə cənab prezidentin bir hədiyyəsidir. O ali təhsil müəssisəsi regionun inkişafına töhfə verən bir ali təhsil müəssisəsi olmalıdır. Tədqiqatları ilə seçilən bir ali təhsil müəssisəsi olmalıdır və akademik dürüst bir ali təhsil müəssisəsi olmalıdır. Demək olar ki, bizim 50-yə yaxın artıq növbət tədrisindən ixtisasda tədrisi davam etdirəcəyik. Yəni ki, seçim şansları da çoxdur bütün kateqoriya və bütün hədəf olan abituriyentlər üçün qapılarımız açıq. Belə-belə işlər.